لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Bu şəxs ibadətlərdə riya, yəni özünü göstərmək haqqında soruşur. Bunun hökmü nədir və bu əməl salih əməli batil edirmi? Bəli, riya daxil olduğu əməli batil edir. Həmin əməli edən kəs üçün orada heç bir savab yoxdur. Çünki o, uca Allah üçün ixlaslı olmayıb. Əksinə, insanlar onu tərifləsinlər və öysünlər deyə bu əməli onların qarşısında edib. Və buna bənzər digər məqsədlər üçün edib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əməllər niyyətlərə görədir. Hər bir kəsə yalnız niyyət etdiyi şey qalar. Uca Allah isə belə buyurur. Dini yalnız Allaha məxsus edərək, ixlasla ona ibadət edin. Dini yalnız ona məxsus edərək. Bu ayə dəlalət edir ki, İnsan öz əməli ilə riyakarlıq etməməlidir. Əksinə, əməlini yalnız uca Allaha rızası üçün ixlasla etməlidir. Uca Allah buyurur, münafiqlərə gəldikdə isə, onlar namaza durduqda tənbəlliklə durar. İnsanlara özlərini göstərər və Allahı olduqca az zikr edərlər.